Qarabağ Atçılıq Mərkəzi MMC-də satılan atların sayları illər üzrə dəyişmişdir. Məlumata əsasən 2021-də, 22-23-də dəyişimlər verilib burada, həm də diaqramda verilib. Deməli, 2021-ci ildə əvvəlki ilə nəzərən 32,5% artım olub. 22-ci ildə əvvəlki ilə nəzərən 18% azalma müşahidə olunub. 2023-cü ildə isə 30,1% azalma müşahidə olunub. Və 2023-cü ildə göstərici satılan atların sayı 132 olub. Onda biz belə yazacağıq. Birinci başlayırıq 2023-cü ildən. 2023-cü ildə satılan atların sayı 172-dirsə və bu əvvəlki ilə nəzərən 30,1% azdırsa, əvvəlki ilin faizini 100% yazsaq, bu 30,1% az, 30,1-i çıxsaq, 69,9%-ə bərabər olacaq. 69,9%-i 172-dirsə, bəs əvvəlki ilin göstəricisi 2022-ci ildə satılan atların sayı nə qədərdir? 100%-dir. Onu da x götürək. Çarpaz vurub x tapsaq və cavabları təşkillərə qədər yuvaraqlaşdırsaq, bu bizə təxminən 246 verəcək. 2022-ci ildə satılan atların sayı 246-dırsa, bu da əvvəlki ilə nəzərən 18% azdırsa, biz onda əvvəlki ili, yəni 2021-ci ilin göstəricisini 100 götürsək, 18% az, 100-dən 18 az, 82%-ə bərabər olacaq. 246 at 82% göstəriciyə bərabərdirsə, 2021-ci ildə göstəricini biz 100 yazıb, onu da çarpaz 100%-ində x yazacaq və çarpaz vuraq. Bunları çarpaz vurub hesablasaq, bu bizə 300 verəcək. Deməli, 2021-ci ildə 300 at satılıb və bu 300 at 2021-ci ildə əvvəlki ilə nəzərən 32,5% artım müşahidə olunub. Və biz onda 2020-ci ili 100% götürək. İndiki göstərici 32,5% çoxdursa, 100-dən 32,5% çox olacaq 132,5%. 132,5%-i 300-dürsə, bəs 2020-ci ildə 100%-i nə qədərdir? Burada 1x yazaq. Bax, bu tənasübü həll etsək, 2020-ci ildə göstərici təxminən 226 olacaq. Doğru cavab C variantıdır.